Bax, bu ay daha çox şikayət nədən gəlir, hansı problem daha çox narahat eləyir kombi işləyicilərini? İki sual var. Kombi tez-tez yanır, sönür, bu bir. Biri də tez-tez təzyiq düşür, kombi sönür. Bax, bu iki sual populyardır. Və mən əslində bir neçə dəfə bu məsələni şərh eləmişəm videolarımda. Genişlənmə bakının rolu haqqında da videom var. Genişlənmə bakı nə üçündür və o xarab olanda nə baş verir, onu mən qeyd eləmişəm. Deməli, tez-tez təzyiq düşməsi nədir? Əgər axıntı filan yoxdursa, bu bağlıdır genişlənmə bakının havasının çıxması ilə. Havası hansısa səbəbdən çıxıb, genişlənmə bakı funksiyasını yerinə yetirmir. Ona görə təzyiq oynayır. Bir də tez-tez yanıb sönmə. Tez-tez yanıb sönmə əsasən ona görədir ki, qaz təzyiqi çox olur gərək olandan. Otağın, mənzilin tələb elədiyi gücdən artıq güclü kombi qoyulubdur. Məsələn, 10 kilovatlıq yerinə 24 kilovat qoyurlar. Bu bir xəstəlikdir bizim ölkəmizdə deyərdim mən. Çox qoyma o demək deyil ki, yaxşı qızdıracaq. Əksinə, tez-tez yanıb sönür. Yanan kimi temperaturu su qəbul eləyir özünə, su qızır. Qızan kimi kombi sönür. Amma radiatorun metal hissəsi qıza bilmir. Su qızıb, nasos vurur, fırladır, soyuyur və istilik imkan tapmır qızdırsın metal radiatorları. Bundan da tez-tez yanıb sönmə baş verir. Ona görə də heç olmasa savadlı usta minimum, maksimum təzyiq var. Bax, bu təzyiq klapanlı, qaz klapanı. Bax, bu gördüyünüz ki var. Bax, burada 2 dənə xarici və daxili tənzimləyicilər var. Onu tənzimləyirlər. Lazım olan təzyiqi qoyurlar ki, tez-tez yanıb sönmə olmasın. Bu hava klapanıdır. Bu da nə üçün göstərirəm? İnsanlar bilsinlər nədən söhbət gedir. Bu pompadır. Bunu da dəfələrlə göstərmişəm. Amma hamısına baxmırlar da mən verirəm. Sağ olun, sağlıqla qalın.